Salam, xoş gördük dəyərli altıncılar. Heykəltaraş Mirəli Mirqasımov bu mətnin tapşırıqları üzrə davam edirik. İlk sualımız belədir. İnsanlar hansı incəsənət növləri ilə fikirlərini sözsüz ifadə edə bilərlər? Yəni söz olmadan çatdıra bilərlər. İncəsənət növləri. Məsələn, insan rəssamlıqla öz fikirlərini sözsüz çatdıra bilər. Rəsmlərlə, tablolar vasitəsilə, yaxud heykəltaraşlıqla, məsələn, heykəllər və fiqurlar vasitəsilə, memarlıqda ola bilər, məsələn, binaların forması ilə, pantomima, məsələn, mimika və jestlər vasitəsilə deyə bilərik, rəqslə, insan öz bədən hərəkətləri ilə öz fikirlərini çatdıra bilər, musiqi ilə, melodiyalar, səs vasitəsilə, bu kimi biz düşünürük ki, belə düşünə bilərik ki, biz sözsüz bu incəsənət növləri ilə öz fikirlərimizi çatdıra bilərik. Heykəltaraş Mirəli Mirqasımov mətnini oxuyarsınız və burada demək əsas məqamlarla tanış olarıq. Mətnin ideyası, mövzusu ilə tanış olacaqsınız və burada söz boğçası olan hissə var. Mətndən məsələn təmənnasız söz işlənib və bir də demək təcəssüm sözü işlənib. Təmənnasız nə deməkdir? Yəni belə deyək də, heç bir mənfəət güdməyən, özü üçün heç bir mənfəət güdməyən mənasını ifadə edir. Təmənnasız və təcəssüm nədir? Təcəssüm odur ki, məsələn, bir şeyin təzahürüdür, ifadəsidir, görünməsidir, göz önünə gəlməsidir və bu formada izah vermək olar. Sonra davam edək. Söz ehtiyatı demək hissəsindən bəli, biz kontekstdə mətndəki təmənnasız və təcəssüm sözləri mənalarını izah elədik. Nə üçün mətndə dinləyirəm və eşidirəm sözləri dırnaq içərisində verilib? Bu maraqlı tapşırıqlardan biridir. Nəyə görə bu belədir? Çünki mətndə eşidirəm və dinləyirəm sözləri ona görə dırnaqdadır ki, burada adi eşitmədən, yəni dinləmədən söhbət getmir də. Mirəlinin, yəni başqalarının dediklərini, onların birini dodaqlarından oxumasından, duymasından və anlamasından söhbət gedir. Yəni bu sözlər məcazi mənada işlənib, ona görə də dırnaqda yazılmalıdır. Sonra növbəti tapşırığımıza baxırıq. Nəyə görə Ceyran xanım oğlunun daim danışmasını istəyir? Və növbəti məqam nədir? Bir də deyir ki, Mirəlinin məktəb həyatı ilə bağlı ananın narahatlığı nə idi? Mətnin əvvəlində bu hissəyə toxunulub. Yəni bu mətnin əvvəlində bu var. Ona görə daim oğlunun danışmasına çalışır ki, həkim deyir ki, bəs yəni eşitmədə problemi olan uşaqlar sonradan öz danışma qabiliyyətini də itirə bilir. Məhz Mirəlidə də bu problem var idi ki, bu eşitmə qüsurlu biri olaraq, belə deyək də, eşitmə qüsurlu, yəni biri olaraq sonradan danışma qabiliyyətini itirə bilərdi və anası ona görə də nə edir? Onunla daha çox danışır, ünsiyyət qurur ki, danışmasını itirməsin. Məktəb həyatı ilə bağlı ananın narahatlığı nə ola bilər? Əlbəttə ki, digər uşaqlarla öz övladının ünsiyyəti, digər uşaqların ona münasibəti və bu məsələləri biz qabraya bilərik. E variantındakı tapşırığa baxırıq. Uyğunluq istəyir. Mətnə verilən məlumatlara zidd məlumat, yəni əks məlumat və bunu təsdiq edən məlumatın olmaması ikincidədir. Bir də mətndə birbaşa deyilməsə də bu nəticəyə gəlmək olar. Görək bunları hansını vermək olar? Burada zidd məlumat bu B variantındakı fikirdir. Nədir B variantında? Mirəli eşitmə qabiliyyətindən məhrum olduğuna görə anası onunla birlikdə Sankt-Peterburqa gedir. Belə bir fakt yoxdur, ora getməklə bağlı. Sadəcə olaraq ora gedib oxuyandan sonra anası ona məktublaşa bilirdi. Hər gün onu görmürdü. Bu birə verərik B variantını. Mətndə bunu təsdiq edən məlumat yoxdur. Və ikidə də verə bilərik A variantını. Yəni Mirəli ailənin yeganə övladıdır, yoxsa başqa övladlar da var. Bununla bağlı bizim mətndə faktımız yoxdur.
Və bir də Mirəli ailənin, bunu dedik, 2-yə nə verdik? A-nı verdik. 3-də də deyir ki, mətndə birbaşa deyilməsə də bu nəticəyə gəlmək olar. 3-də nə olar? Ananın portreti əsərində Ceyran xanım obrazı yaradılıb. Yəni öz anasının obrazını yaradıb və belə düşünmək olar. Yəni açıq şəkildə verilməsə belə bu nəticəyə gəlmək olur. Düşün və cavab ver hissəsini biz hissəsindən davam edək. Demək, burada nə var? Doğru və yanlış, belə deyək də, mətnin məzmun və struktur xüsusiyyətlərinin biz haqqında fikirlərin doğru yoxsa yanlış olduğunu müəyyənləşdirməliyik və bunu əsaslandırmalıyıq və burada deyir ki, cavablarınıza əsasən mətnin bəddi yoxsa qeyri-bəddi mətn olduğunu biz müəyyənləşdirək. Məlum məsələdir ki, bizim bu mətnimiz qeyri-bəddi mətn tipinə aiddir. Yəni bu mətnin, belə deyək də, daha çox faktlara, məlumatlara əsaslandığına görə bu bəddi mətn demirik. Ona görə də biz aşağıdakı fikirləri seçə bilərik. Burada məsələn mətnin məzmunu real faktlar üzərində qurulub, 3 seçmək olar doğru olaraq. Sonra mətn sənədli foto şəkillər, 4də mətndə hadisələrin dəqiq tarixi yeri, real şəxslərin adları göstərilib və bunu da biz götürə bilərik. Bir də mətn sənədli foto şəkillərlə müşayiət olunur. Sənədli foto şəkillər də bizim mətnimizdə var idi, düzdür? Demək, biz 3, 4 və 5-ci fikirləri biz götürə bilərik. Ya daha doğrusu, verilmiş fikirlər bəddi mətnə aid olmayan xüsusiyyət kimi verilə bilər. Çünki yəni, bəddi mətnlərdə biz yazan obraz və hadisələrin təsvirində əslən öz təxəyyülünə əsaslanır. Amma bu bizim mətnimiz qeyri-bəddi mətn və yaxud da ki, məlumat verici mətn olduğuna görə 3, 4, 5-ci fikirlər artıq bəddi mətn üçün yox, məlumat verici faktoloji mətn üçün xarakterikdir. Yəni real faktlar burada nə edib? Belə deyək ki, daha qabarıq şəkildə özünü göstərir. Yəni bu mətndə belə deyək ki, artıq biz burada görürük ki, yəni real faktlar daha qabarıq şəkildə özünü göstərir. Keçirik, burada bizim dinləmə mətnimiz var. Dinləmə mətnində nə deyir? Siz səssiz ifa mətni dinləyirsiniz və oxuduğunuz və dinlədiyiniz mətnləri indi artıq növünə görə, bir də mövzusuna, bir də məzmununa görə müqayisə eləməlisiniz. Birinci mətn artıq Mirəli Mirqasımov haqqındadır. Onu məzmununu bilirsiniz. İndi isə dinləmə mətninə baxıb sonra müqayisə aparmalısınız. Səssiz ifa. Təsəvvür edin ki, orkestra dirijorluq edirsiniz. Lakin onun ifa etdiyi musiqini eşitmirsiniz. İlk baxışda bunun mümkünsüz olduğunu düşünürsünüz. Ancaq həyat möcüzələrlə doludur. Belə möcüzələrdən biri də Alman bəstəkarı Ludwig van Beethovenin adı ilə bağlıdır. Ludwig van Beethovenin çox gənc yaşlarından eşitmə qabiliyyəti zəifləməyə başlayır. Get-gedə vəziyyəti ağırlaşan sənətkar notun səsini eşitmək üçün pianinonun klavişini möhkəm vurur, birtəhər öz ifasını eşitməyə çalışırdı. Çox çətin günlər yaşayan bəstəkar məktublarının birində dostu Wegerə yazırdı. Payızda yarpaqlar quruduğu və töküldüyü kimi mənim də həyatım puç olur. Fəsillər kimi necə gəlmişdim, elə də geri gedirəm. Yayın gözəl günlərində məni ruhlandıran o yüksək cəsarət indi itib. Ömrümün qışını yaşayıram. Ancaq mən belə asan məğlub olmayacam. Var gücümlə taleyin boğazından yapışacam. Bəstəkarın öz eşitmə məhdudiyyətini açıq etiraf etməməsi təsadüfi deyildi. Bu, onun karyerasının sonu ola bilərdi. Buna baxmayaraq, çoxları onun karlığından xəbər tutmuşdu. Rəqiblər buna sevinir, çoxlarını isə bir sual düşündürürdü. O, eşitmədən necə musiqi bəstələməyə davam edir? Tamamilə depressiyaya düşən bəstəkar çıxış yolları axtarırdı. O,
çarəni kənd həyatında, təbiətlə təmasda tapır. Şəhərdən kənarda tənhalığa qapılır. Lakin durmadan yeni əsərlər bəstələyir və pianoda ifa edirdi. O, pastoral simfoniya kimi tanınan musiqi əsərində şəhər həyatından qaçması və rahatlığını kənddə tapması barədə söhbət açır. Kənd həyatının füsunkar gözəlliyindən bəhs edirdi. Məhz bu seçimi ona yeni bəstələr yaratmağa və həyatını yenidən qurmağa kömək edir. Beethoven Ay İşığı sonatasını, Fidelio operasını məhz bu dönəmlərdə yazır. Bəstəkar təbiətdəki doğma səsləri qulaqları ilə eşitməsə də, şuuraltı olaraq beynində canlandırır və onları notlara köçürürdü. Ömrünün sonlarına doğru Beethoven tamamilə eşitmə qabiliyyətini itirdi. Buna rəğmən o, yeni bəstələr yaratmağa davam edirdi. Əziz şagirdlər, demək, digər səssiz ifa mətnini gəldik. Tapşırığın şərtini də bizə belə demişdi ki, bizdən istədikləri o idi ki, hər iki mətni, yəni daha doğrusu biz dinləmə mətnini dinləməliyik və oxuduğumuz mətndən, yəni Mirəli Mirqasımov mətnindən dinlədiyimiz mətni müqayisə edirik növünə görə. Burada məsələn diqqət eləsəniz, hər ikisi artıq birinci mətnimiz də qeyri-bəddi mətn idi. Səssiz ifa mətni də qeyri-bəddi mətndir. Demək, hər ikisi, bu mətnlərin hər ikisi belə deyək ki, tipə görə müqayisə olunanda artıq növlərini biz seçə bilərik ki, hər ikisi qeyri-bəddi mətndir, yəni məlumat verici mətnlərdir və siz artıq məzmunla, hər iki mətnin məzmunla tanışsınız. Siz onları mövzu və məzmun baxımından müqayisə edə bilərsiniz. Məsələn, ikinci mətndə Beethoven'dən, bəstəkardan söhbət gedir. Birinci mətndə isə demək, heykəltaraş Mirəli Mirqasımovdan söhbət açıldı. Bunları siz məzmun baxımında rahatlıqla müqayisə apara bilərsiniz. Burada tapşırıq, növbəti tapşırığımız demək nədir? Daha doğrusu cütlərlə iş var burada. Burada siz belə deyək də, mətnin aşağıdakı hissələrini ananın dilindən danışaraq genişləndirə bilərsiniz. Həmin epizodlarda ananın keçdiyi hissləri təsvir eləmək olar. Məsələn, həkimin sarsıcı xəbəri var. Mirəli eşitmə və danışma qabiliyyətini itirə bilər. Bir narahatlıq var. Bunu ananın dilindən necə vermək olar? Mən burada birin sizə deyirəm, yəni siz digərlərini artıq özünüz düşünürəm ki, təsvir eləyə bilərsiniz, ananın dilindən danışa bilərsiniz. Məsələn, birincisi necə vermək olar? Həkimin sarsıcı xəbəri var və artıq xəbərdə odur ki, Mirəli artıq eşitmə, ardınca danışma qabiliyyətini itirə bilər. Bunu belə vermək olar. Məsələn, həkimlər mənə çox ağır xəbər verdilər. Mirəlinin eşitmə və danışma qabiliyyətini itirə biləcəyini öyrənəndə sarsıldım. Bu mənim üçün böyük bir faciə idi. Oğlumun nitq bacarığını itirməsinə yol verə bilməzdim. Ona kömək etməli idim. Balaca Mirəliyə əlifbanı öyrətdim və bu formada qurmaq olar. Və sonra nədir? Səssiz dinləmədən öyrətmək cəhdləri. Anası nələr öyrədib? Məktəbdə ilk dərsi necə olub? Yəni, sanki belə ananın dilindən, birinci şəxsin dilindən bunları neyinirsiniz? İfadə eləmiş olursunuz. Bir dənə də deyərdim sizə. Məsələn, bir dənə deyək. Mirəlinin adi məktəbdə oxumasını istəyirdim, amma çox narahat idim. Sinif yoldaşları Mirəlini çox yaxşı qarşıladılar. Buna görə onlara minnətdaram. Yəni, bunu da vermək olar. Keçirik. Artıq bu mətn yekunlaşır və qrammatik qaydasında. Maraqlıdır, əvvəllər bu tamamlıq cümlə üzvü olaraq 8-ci sinifdə keçirilib, indi 6-cı sinif üçün gətirilib. Əslində şagird üçün bu ağırdır. Amma çalışdığımız qədər sadə dildə deyək, yəni şagirdlər də müəyyən qədər bu mövzunu anlasınlar ilkin olaraq. Belə məlumat belə təqdim olunub ki, cümlədə əsas məlumat baş üzvlər mübtəda və xəbər vasitəsilə çatdırılır. İkinci dərəcəli üzvlər isə bu məlumatı genişləndirir. Biz də əslində bunu
şagirdlərə bu formada çatdırırıq. Yəni biraz buradakı şablon ifadələrdən fərqli olaraq, məsələn, cümlə üzvləri deyəndə iki yerə bölünür də, mübtəda və daha doğrusu baş üzvlər, ikinci dərəcəli üzvlər. Baş üzvlər xəbər və mübtədadır. Niyə bunlara baş üzv deyilir? Çünki cümlənin qurulmasında, cümlənin formalaşmasında, bitkinin yaranmasında mübtəda xəbər əsas rol oynayır, xüsusilə də xəbər. Niyə bəs tamamlıq, təyin və zərfliyə ikinci dərəcəli üzv deyilir? Çünki onlar ikinci dərəcəli funksiyanı yerinə yetirirlər. Nədir o? Baş üzvlərdə ifadə olunan fikirləri aydınlaşdırırlar, dəqiqləşdirir, konkretləşdirir. Ona görə onlara ikinci dərəcəli üzv deyilir. İkinci dərəcəli üzvlərdən biri də tamamlıqdır. Tamamlıq kimə, nəyə, kimi, nəyi, haranı, nə, kimdə, nədə, kimdən, nədən. Çoxdur da bu suallar. Kim ilə, nə ilə, kim haqqında, nə haqqında, kim barədə, nə barədə kimi suallara cavab verə bilərlər. Bir də tamamlıqlar və suallara görə tapa bilərsiniz. Məsələn, burada kimə, nəyə. Bu hansı halda olan sözlərdir? Görürsünüz, yönlülük halda olan, kimə, nəyə sualına cavab versin, yönlülük halda olan sözlər tamamlıq olur. Sonra görürsünüz, kimi, nəyi, haranı. Bu suallara cavab verən sözlər hansı haldadır? Təsirlik halın suallarıdır. Təsirlik halda olur. Sonra nə sualı bu qeyri-müəyyən təsirlikdə də var idi, düzdür? Onun sonra kimdə, nədə, yerlik halda olan sözlərdir. Kimdə, nədə suallarına cavab verir, tamamlıq ola bilər. Kimdən, nədən də görürsünüz, çıxışlıq halda olan sözlərdir ki, məhz bu suallara cavab verir və tamamlıq olur. Demək, tamamlıq kimi işlənə bilən, tamamlıq yerində vəzifəsində işlənən sözlər yönlülük halda, təsirlik halda, yerlik halda, çıxışlıq halda ola bilərlər. Bu belə. Tamamlığın qrafik işarəsi necədir? Və qırıq xətdir. Mübtəda necə idi? Düz xət. Bir düz xət. Xəbərdə iki düz xət. Tamamlıqda qırıq xət. Zərflikdə dalğalı və düz. Təyində də boş dalğalıdır. İndi bu birinci tapşırıqla gəlin davam edək. Nöqtələrin yerinə uyğun sözlər artıraraq cümlələri genişləndirək. Artırdığınız sözlərə sual verək. Məsələn, o tamaşa edir. Nəyə tamaşa edə bilər? Verib tapşırıq, dəniz, qapı, müəllif, o. Yaxşı, burada dənizə yazaq. Nə edir? Tamaşa edir. Xəbər, kim o? Nəyə tamaşa edir? Dənizə. Yönlülük haldadır. Nəyə sualı var burada? Var. Və qrafik işarəsini göstərə bilərik. 2-də qardaşım örtdü. Nəyi örtə bilər? Məsələn, buraya yerləşməli. Yazırıq da qapını. Qapını örtdü. Xəbər. Kim qardaşım? Nəyi? Qapını, tamamlıq. Mən əməl etdim. Nəyə? Tapşırığa. Tapşırığa. Nə etdim? Əməl etdim. Xəbər. Kim mən? Mübtəda. Nəyə? Tapşırığa. Yəni tamamlıq. Yönlülük haldadır. Ovçu ilə ov iti ilə meşəyə gedirdi. Bu davamı. Nə edirdi? Gedirdi. Kim? Ovçu. Haraya? Meşə. Kim ilə? Ov iti ilə. Bu da tamamlıq. Uşaqlar bu müəllif haqqında çox eşitmişdilər. Burada müəllif sözünü verə bilərik. Eşitmişdilər. Kim? Uşaqlar. Kim haqqında? Müəllif haqqında. Və tamamlıq vəzifəsində çıxış edən sözlərdir. Suallarını müəyyənləşdirdik. Cümlədəki tamamlıqları seçək, ismin hansı halında olduğunu tapaq. Biz internetdən səmərəli istifadə etməliyik. İstifadə etməliyik. Xəbər. Kim? Biz. Nədən? İnternetdən. Nədən sualı hansı halın sualıdır? Çıxışlıq halın. Demək, burada tamamlıq ismin çıxışlıq halında oldu. Yəni, çıxışlıq halda oldu da, düzdür? Şah İsmayıl Sultan Səlimin məktublarına cavab verdi. Nə etdi? Cavab verdi. Kim? Şah İsmayıl. Nəyə cavab verir? Sultan Səlimin məktublarına. Burada məsələn söz birləşməsi ilə ifadə olunub. Sonra o sakitcə işığı yandırdı. Yandırdı kim o? Nəyi? İşığı. Burada gördünüz, bayaq cümlədə yenə yönlülük halda olan söz birləşməsi idi. 3-də isə işığı təsirlik haldadır. Nəyi?
4-də yazılmışdı. Nədə? Vərəqdə. Yerlik haldadır. Leyla gülü dərdi. Dərdi kim Leyla? Nəyi? Gülü təsirlik haldadır. Tamamlığın ifadə vasitələri başlığı var. Yəni bu nə deməkdir? İfadə vasitəsi nə deməkdir? Tamamlığın yerində işlənən söz hansı nitq hissəsidir? Məsələn, bu başlığa uyğun bir dənə deyək. 5-də məsələn görürsüz, tamamlıq kimi işlənən söz gülü sözdür, təsirlik haldadır. Təsirlik hallı isimdir. 4-də vərəqdə yerlik hallı isimdən ifadə olunub. 3-də təsirlik hallı yenə isimdir. Aydındır. 1-cidə çıxışlıq hallı isim. 2-də də söz birləşməsi yönlük hallıdır. Tamamlıq isim və isimləşmiş başqa nitq hissələrlə ifadə olunur. Məsələn, mən çantanı özümlə götürdüm. Götürdüm kim? Mən. Nəyi? Çantanı. İsimdir, düzdür? Və təsirlik halındakı isimlə ifadə olunur. Səlim oxumağı və yazmağı 5 yaşında öyrənib. Kim öyrənib? Səlim. Nəyi? Oxumağı, nəyi? Yazmağı. Təsirlik hallı məsdər və ya feillə ifadə olunub. Sən yaxşını pisdən ayır. Ayır. Nə? Kimsən? Nəyi? Yaxşını, nəyi? Nədən? Pisdən. Burada da yaxşı da sifətdir, pis də sifətdir. Yəni burada sifətlə ifadə olunub. Hər bir cümlə özü kimi tamamlıqla söz birləşməsi ifadə oluna bilər. Burada sevinç ulduzların sayrışmasını izləyirdi. Kim izləyir? Sevinç nəyi izləyir? Ulduzların sayrışmasını yuxarıda var idi, belə bir nümunə. Və axırıncı tapşırığımıza baxırıq. Tamamlıqları göstərin və ifadə vasitəsini müəyyənləşdirin. 7 3-ə bölünmür. Bölünmür. Nə? 7. Nəyə bölünmür? 3-ə. Görürsünüz, burada sayla ifadə olunur. 3 saydır. Biz qocalara hörmət eləməliyik. Kim? Biz. Kimə? Qocalara. Qoca sifətdir, burada sifətlə ifadə olunub. Babam dəniz quldurlarından tez-tez bəhs edərdi. Kim? Babam. Kimdən? Dəniz quldurlarından. Burada çıxışlı qallı söz birləşməsidir. Meşələri yanğından qorumalıyıq. Qorumalıyıq. Haranı? Meşələri. Təsirlik hallı isim. Yanğından, nədən? Çıxışlı qallı isim. Yenə isimlə ifadə olundu. 5-də sərkərdələr hər zaman əsgərin rəşadətinə arxalanıb. Arxalanıblar sərkərdələr. Nəyə arxalanıblar? Əsgərin rəşadətinə. Burada da demək yönlük hallıdır və söz birləşməsi ilə ifadə olunub.